Bir gün Məkkədə bir qoca qadın evindən çıxıb bir yerə getmək istəyirdi. Yol çətin, əşyaları isə ağır idi. O, Məhəmməd Peyğəmbər görüb ondan kömək istədi. O zaman insanlar hələ onu Peyğəmbər kimi tanımırdı. Peyğəmbər sallallahu aleyhi və səlləm dərhal qadının əşyalarını götürüb ona kömək etdi və sakitcə onu getmək istədiyi yerə qədər apardı. Yolda qadın Məhəmməd sallallahu aleyhi və səlləmə dedi: Ey gənc, şəhərdə bir adam peyda olub, adını Məhəmməd qoyub, insanlara yeni din təklif edir. Sən ondan uzaq dur. O insanları azdırır. Peyğəmbər sallallahu aleyhi və səlləm dinlədi, heç bir söz demədi, sadəcə təbəssümlə onun yükünü daşımağa davam etdi. Qadın ona təşəkkür etdi və adını soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm sakitcə dedi: Mənəm o Məhəmməd. Qoca qadın heyrəti gəldi, ağladı və dedi: Əgər sən o Məhəmmədsənsə, deməli mən bu vaxta qədər yanlış düşünmüşəm. Sənin kimi mərhəmətli, səbirli və